Ölkədə eşşəklərin sayının azalması da onu göstərir ki, eşşək ətləri insanlara qida kimi verilir. Bunun özünün əsas səbəbi fərdi ev təsərrüfatlarının getdikcə daha az kənd təsərrüfatının heyvandarlıq növü ilə məşğul olması səbəbindəndir. Azərbaycanda 2025-ci ilin göstəricilərinə görə 2000 uzunqulaq azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur. Uzunqulaqların azalması cəmiyyətdə bir sıra sualların yaranmasına səbəb olub. Belə ki, 2025-ci ilin əvvəlində 12709 baş uzunqulaq olub ki, bu da ötən illə müqayisədə 2215 baş azdır. Ümumilikdə son illərdə Azərbaycanda uzunqulaqların sayının sürətlə azaldığı müşahidə edilir. 2004-cü ildə ölkəmizdə 42,2 min, 2014-cü ildə 43,4 min baş uzunqulaq olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14,9 min təşkil edib. Bunun özünün əsas səbəbi fərdi ev təsərrüfatlarının getdikcə daha az kənd təsərrüfatının heyvandarlıq növü ilə məşğul olması səbəbindəndir. Otlaq sahələrinin azalması, hasarlanma prosesi nəticəsində pulsuz belə deyək ki, heyvanların qidalanacağı otlaq sahələrinin azalması və eyni zamanda yemin də bahalaşması əsas rol oynayır. Bundan başqa urbanizasiya prosesləri də, yəni gənclərin kənddə qalmaqdansa şəhərlərə və yaxud da daha iri şəhərlərə köçmək istəyi də burada rol oynayır. Kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə fərqli düşünür. O, azalmanın səbəbini uzunqulaq ətinin insanlara qida kimi təklif edilməsində görür. Ölkədə heç bir ətin satışına qadağa yoxdur. Bu şərtlə ki, qanunvericilik tələb edir ki, istehlakçıları aldatmamaq üçün ətin mənşəyi yazılsın, istehlakçı seçim hüququ təmin olunsun. Dönərçilər və digər ət mənşəli yeməklər hazırlayanlar bundan sui-istifadə edir və istisna olunmur ki, digər heyvan ətlərini də ənənəvi yeməli olmayan heyvan ətlərini də ənənəvi ətlərə qarışdırıb satırlar. Ölkədə eşşəklərin sayının azalması da onu göstərir ki, eşşək ətləri insanlara qida kimi verilir. Lakin bunu sübut etmək o qədər də asan deyil. Sıravi istehlakçı bunu sübut edə bilməz. Xüsusən cəld yeməklərdə ənənəvi olmayan heyvan ətləri, o cümlədən eşşək ətləri insanlara təklif olunur. Bəs İAŞ obyektlərində aparılan monitorinqlər zamanı belə hallara rast gəlinibmi? Bu sualla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsək də, qurumdan məsələyə münasibət bildirmək istəmədilər.